Qaraciyər çatışmazlığı istənilən yaş qrupunda qarşımıza çıxdığı kimi pediatrik dediyimiz, yəni uşaqlıq yaşlarında da görülə bilən bir xəstəliklərdir. Uşaq yaşlarında qaraciyər çatışmazlığının səbəbləri müxtəlifdir. Bunların içərisində anadan gəlmə xəstəliklər, genetik pozğunluqlar, metabolik xəstəliklər və s. misal göstərmək olar. Əsas anadan gəlmə körpə yaş qrupunda olan xəstələrdə qaraciyər çatışmazlığı biliar atreziyalardır. Yəni anadan gəlmə müxtəlif səviyyələrdə öd yollarının yoxluğu, qaraciyər daxili, qaraciyər xarici öd yollarının olmamasıdır. Bu məsələnin həlli təəssüf ki, nəticə etibarilə qaraciyər sirrozuna gətirib çıxardır və bunun da həll yolu qaraciyərin transplantasiyasıdır. Digər metabolik xəstəliklər, autoimmun xəstəliklər, genetik səviyyədə olan qaraciyər çatışmazlıqları da müəyyən zamandan sonra xroniki qaraciyər xəstəliyi halına gətirib çıxarmış olur. Digər tərəfdən uşaq yaşlarında rast gələn xəstəliklərdən biri də qaraciyər çatışmazlığı, kəskin qaraciyər çatışmazlığıdır. Bunlar əsasən toksik zəhərlənmələr, xüsusilə mövsümlərdə göbələklərin, tanınmayan göbələklərin istifadəsi, göbələk zəhərlənmələri, bunların hamısı qaraciyərə toksik təsir göstərdiyi üçün nəticə etibarilə qaraciyər transplantasiyasına gətirib çıxarda bilir. Uşaq yaşlarında da qaraciyər transplantasiya əməliyyatı eləmək mümkündür. Şəxsən bizim təcrübəmizdə ən kiçik qaraciyər transplantasiyası uşaq 6 aylıq 7 kiloqram uşaq üzərində apardığımız, körpə üzrə apardığımız bir nesil qaraciyər transplantasiyasıdır. Onun xaricində 16 yaşa qədər olan şəxslər, uşaqlar üzərində qaraciyər transplantasiya əməliyyatı aparmaq mümkündür və bu təbii ki, möcüzəvi və müalicəvi xarakterli əməliyyatlar qrupuna girmiş olur.